Bəli dostlar, indi biz gəldik şeyə. Həmən bu otelə gəldik. Orada dediyimiz kimi elə şey olmuşdu. Girişi o tərəfdən də onun. Burada isə dediyimiz kimi ayı elə bir şey buradan qırıb çıxmışdı da. Elə bir şey olub. Çünki həqiqətən burada deyirlər ki, 2 qız ölüb. 2 qız öldüyünü iddia edirlər. Mən də inanıram öldüyünə, çünki burada nə qədər insan parçaları tapdıq. İndi içəri girə bilmirik, çünki it səsi gəlirdi və içərdən də it səsi gəldi. Ona görə qorxduq içəri girməyə. Və dostlar, necə deyim, çox maraqlı bir yerdir, həm qorxulu bir yerdir. Çox, yəni necə deyim, bir qorxu yaşamaq üçün bir insan üçün çox məncə maraqlı bir yerdir. İstəyirəm içinə də girim, amma ki qorxuram da içinə girmək. Çünki bayaqdan da it səsləri gəlir və qorxuram ki birdən it ola bilər burada. Hə, dostlar, indi gedib giririk içəri. Daha risk eləyib içəri girim. Bəlkə yuxarı qalxaq, çünki aha, bura nədir? Orada şey... Dostlar, baxın. Türmə? Xəstəsən, belə türmə olar. Türmə. Ay bala, evdir bu. Arkadaşlar, baxın, belə bir yer var. Yəni bizim üçün çox maraqlıdır belə yerlərə girmək. İndi gedib bu tərəfdən baxaq. Baxın, belə içəri. Çox maraqlı və macəralı bir yerdir bura. Dostlar, gəldik bunun içinə. Prosta pəncərədəyik hələ. Çünki burada sümükdə dolduğuna görə itlər bura çox girir, çıxır. Və biz də risk eləyib girə bilmədik də. Baxın, çox qorxunc bir yerlərdir. Baxın, bu hörümçək torları falan var. Baxın. İndi yuxarı qalxmağa çalışırıq. Xəstə deyib. Yuxarı qalxırıq indi. Nənəşkə. Baxın dostlar, qalxırıq. Burada bizim o bayaq girdiyimiz yer. Bu dəfə isə çölünü çəkmədiyimə görə çölünə girdik. Biz əslində bunun aşağı hissəsində olan o bir dənə də orası kafedir də. Bura oteldir, orası kafedir. Biz əslində orada girəcəkdik, amma ki ora tərk edilmiş olduğuna görə, orada itlər çox qaldığına görə, hətta orada it belə ölüb yəni. Oha, buna baxın. İtlər çox olduğuna görə və çox öldüyünə görə, itlər bir-birlərinin leşini də yediyinə görə, ona görə bizi çox da salmırlar ora. Çiğ ət yeyən itlər bilirsiniz də necə quduz olur, hə? Bura bir insan girir və it onu görüb və yiyib. Bayaq da ciddi göstərdik sizə, amma mən bunu çölünü göstərmədiyimə görə sizə rahatca, yəni buranı göstərdim. İndi isə çıxırıq. Çox maraqlı bir yerdir, yəni. Baxın, orada da dağlıq yer. Birinci çölə baxaq görə heç kim yoxdur. Bu arada mənim ayaqlarım ağrıdığına görə mən ona görə tam da yeriyə bilmirəm. Sakatmışım ya. Elə yer girəm də. Baxın, biz o qırmızı damlı yeri görürsünüz. Baxın, biz ora girəcəkdik. Amma ki ora qoymadıqlarına görə ora girə bilmədik. Arkadaşlar, çıxırıq biz. Otelin son halını göstərirəm. Bu arada dayım qızı çıxmaq istəmir heç. Dayım qızları çıxmaq istəmir heç. Yəni mən həqiqətən çıxmaq istəyirəm, çünki bir dəfə də bura gəldiyimə görə, keçən il də gəlmişdim əslində. Bu dəfə də bura gəldim. Nəyin? Keçən il ayı yox idi burada. Burada ayı əvvəl olub. Bir də o tərəfə də gedeyim, baxım. Hə, deməli, yəni belədir də burası.
Yəni mənə həqiqətən maraqlı gəlir. Amma məsəl üçün bizim kəndimizdə belə yerlərdən çoxdur. Birinin adı eşşəkli ev idi, birinin adı nə bilim eşşəkli evdə bilirsiniz necə hadisə olmuşdu. Qısaca danışıram çünki deyəndə qısaca bir hadisə danışıram. Orada isə baxın belə olmuşdu da. Bura oyda. Burada oy bir qoxuya bax ya. Burnumuzun direği kırıldı. Hə. Hə, orada isə rayonda da dediyimiz kimi eşşəkli ev fəlakəti olmuşdu. Orada isə bilirsiniz necə idi? Orada da olmuşdu. Nə olmuşdu bir dəqiqə? Hə, bir dənə kişi var idi. Hər kəsə deyirdi ki, məsəl üçün qəssab kimi bir şey idi də. Qoyun əti, inək əti falan satırmış. Amma ki ət eşşək əti çıxıb da. Baxın ölmüş it. Ət eşşək əti çıxıb. Bunlar da bilmirmişlər də, yəni eşşək əti olduğunu falan. Eşşək əti olduğunu falan bilmirmişlər. Bunlar da rahatca alırmış. Bir gündə elə bil ki bu kişi bir dəfə də eşşək gətirib evinə. Bir dəfə də eşşək gətirib evinə kəsmək üçün. Bıçaqları itiləyəndə bu eşşək əlli qolu açılıb, gedib kişinin qulağını falan dişləyib. Allah'ın olsun. Bu şeydə babacıl danışdı bizə. Fatma dedi. Fatimə nə daxı? Fatoşa. Hansı? Ne deyir? Əmim qızı. Yo, əmim qızı da deyir, babam da deyir. Babam herhalde yalan danışası deyil də. Hə dostlar. Hə dostlar, deməyim odur ki, gözləyim dəqiqə. Hə dostlar, sonra bu kişinin əməli başlı qulağını falan çeynəyir zat. Biz o eşşəkli evə girmişdik. O eşşəkli evə girəndə, hə Allah, girdik eşşəkli evə. Sonra gördük ki, belə yanmış qulaq falan var, yanmış nə bilim, belə qəribə şeylər var da, bildiyim. Ged o tərəfdə. Qəribə bir, məsəl üçün baş barmaqlar var idi. Qabırğa zat tapdıq biz oradan. Cidden yəni çox iğrənc bir şey idi də. Ora polislər gəldi. Məsəl üçün eşşəyin elə bir şey elədiyinə görə çox da məsəl üçün cinayət işi deyilən bir şey olmadı da. Çünki bir heyvan tərəfindən öldürülüb deyə. Burada məncə elə bir şey həqiqətən də böyüklərimizin dediyi kimi də eşşək həqiqətən insan yeyərmiş. Mən bir dəfə eşşəyə minəndə demişdilər ki, eşşək adam yeyir. Mən inanmamışdım. Həqiqətən də yeyirmiş. Həqiqətən də yeyirmiş. Yəni bu da son fəlakəti. Biz də girəndə orada məsələn sandığın içində $10.000 çek banknotu tapdıq. Amma vaxtı keçmişdi deyə şey eləyə bilmədik də. Daha atdıq orada. Tarixi 1900 neçənci ildə qalmışdı. Yo. Onun tarixi 1900 neçənci il, onun kişinin doğum tarixi idi. Həmin o ölən kişinin. Amma o banknot çeki isə 2007-ci ilin idi. Yəni kişi 2007-ci ildən bəri ölübmüş. Evinin də pəncərələri falan hamısı qırıq idi. Falan çox yəni qorxunc bir vəziyyətdə idi evi. Eşşək falan dərisi tapdıq biz oradan nə qədər. Şimdi qaqaş sənə deyir deyə eşşəkli ev. Bulabanda getdi. Bulabanda girəndə sən qorxudur deyir də eşşəkli ev. Hə, o idi də eşşəkli ev. Mən elə şey. Və dostlar o gündən sonra da o evin adı eşşəkli ev qaldı. Bir dəfə də baba TikTok'ta görmüşdü ki, bir daha Hə belə, burası da bilmirəm nədir. Həqiqətən də türməyə oxşur, amma ev kimi bir şeydir də, yəni. Bura yəni bu uzunluqda şey ev kimi bir yerdir. Amma məncə o boyda ev olmaz. Ya da niyə də olmasın ki? Yəni o qədər kasıb insanların evi olur, bir otaqlı falan. Hə. Baxın, dostlar, indi biz 2-3 günə bəlkə də yenə mağaraya getdik. Mağaranı da çəkib mütləq sizə yəni yayınlayacağam videonu. Shorts videosu olaraq qoyacağam.
Çox qəşəngdir. Buzeyir mağarasıdır. Biz elə bil ki, tarixi abidə kimi bir yerdə, amma ki, tarixi abidə kimi yazılmayıb da, amma hər kəs tanıyır. Baxın, orada ayaq yolu olub deyəsən. Çox yəni köhnədən bura tərk edilib. Bura hər yer tərk edilib də. Nəysə dostlar, bu günlük bu qədər. İtin də son halını sizə göstərim, baxın. Ay, çox kötüdür, yəni. Canım getdi. Nəysə dostlar, sağ olun, bu günlük bu qədər.